Salamlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 14 mart 2021-ci ildə keçirilmiş buraxılış imtahanının izahına baxacağıq. Sınaqlar çox önəmlidir və 2021-dən başlayaraq digər bütün sınaqların izahını verəcəm. Birinci suala baxaq. Birinci sual çox rahatdır əslində. Digər tərəfdə yazacağım, bir tərəfdə isə sualı özün görəcəksiniz. Yəqin ki, rahat olar. Başlayaq. Kök altı 43 ədədinin tam hissəsi ilə -4,8 ədədin kəsir hissəsini tapın. Bilirik ki, tam hissə necə tapılır? Ədədin özündən baxaq. Birinci, kök altında 43. Bu bizə təqribən neçə verir? 6 tam onda 2 ədədi verir. Bunun tam hissəsi neçədir? 6-dır. Yaxşı, -4,8 ədədinin kəsir hissəsi necədir? Kəsir hissəni necə tapırdıq? Ədədin özündən tam hissəni çıxırdıq, olurdu kəsir hissə. Ədədin özü -4,8-dir. Kəsir hissəsi neçədir? -5-dir. Çıxan zaman oldu 0,2 ədədi. Bunların hasilini tapaq deyəndə isə 6-nı 0,2 vuruq, oldu 1,2 B variantı. İkinci sualımız, dəyişənin neçə tam qiymətində bu ifadəsinin qiyməti, ifadəsinin mənası var. Birinci həll edək kök altı ifadəni. 2x çıxılsın 8-i böyük bərabər qoyaq. Kök altını 2x çıx 8-i kök altı ifadəni 0-dan böyük bərabər qoyaq. Həll edəndə x alırıq neçə? X 4-ə bərabərdir və 4-dən böyükdür. Və digər kök altı ifadənin məxrəcini isə 0-dan böyük qoyaq. 0-a bərabər onda artıq mənası olmur. Ona görə 0-a bərabər qoymuram. 0-dan böyük qoyuram. 21 çox 3. Buna 0-dan belə deyək də 0-a bərabər qoydum, amma bunu deyil də yalnız 0-dan böyük qoyuram. İfadəni həll etsək olacaq. İşarəni belə dəyişək. 3x. Tərsini dəyişdimcə olacaq 21, x da 7-dən kiçikdir. İndi buna uyğun interval qoysaq, axı 4-ü alır, ona görə dolu, 7-ni isə almır, 7-də olacaq boş. Yəni 4-dən böyüklər, sonsuzluğa, müsbət sonsuzluğa qədər, 7-dən isə kiçiklər. Hansı aralıqdadır? 4 ilə 7 arasındadır. Onda bu aralıqda hansı ədədlər yerləşir? 4-ü götürür, 4, 5, 6. 7-ni götürə bilmirəm, çünki almır. Neçə dənə ədəd var? 3 dənə C variantı olacaq. Üçüncü suala baxaq. Funksiya verib və bizə nə deyir? Funksiyaları üçün kombinezon ifadəsinin qiymətini tapaq. Uşaqlar, burada əslində diqqətlə baxsaq, niyə görə rahatdır? Baxaq. J81 verib burada. O da F pi bölünsün 3. Burada J81 bilsin nədir? Buradakı x-in yerinə 81 qoy deyir, tap qiymətin və bura yaz o qiyməti. Burada isə fx-də x-in yerinə pi bölünsün 3 qoy və bunun qiymətini tap və bura yaz demək istəyir bizdən. Onu da qoyaq yerinə və tapaq. Olacaq nə? J81 bərabərdir 2 loqaritma. Bura 81 yazaq. 81-i mən necə ifadə eləyə bilərəm? 81-i 3 üstü 4 kimi ifadə eləyə bilərəm. Onda 4 qabağa gəlir. 2 vur 4 loqaritma. Bilirik ki, bunun qiyməti 1-ə bərabərdir. 2 vur 4, 8. Demək ki, mən nə tapdım? Bunu qırmızı ilə burada yazım. J81-in yerinə burada 8 yazdım. Qaldı F pi bölünsün 3. Tamam. Yazıram. F pi bölünsün 3. Apardım yerinə qoymaq istəyirəm. Kosinus pi bölünsün 3 nə deməkdir? 180 bölünsün 60. Kosinus 60 bizə neçəni verəcək? 2-də 1-i. 12 vurulsun 2-də 1. O da oldu 6. Qiyməti də tapdım 6. İndi mən bunun qiymətini tapmaq üçün isə ifadə nə idi? 8 faktorial bölünsün 6 faktorial vurulsun 2 faktorial. Yəni 8 çıx 6 2 faktorialdır. Həll etmək üçün isə 8 faktorialı mən 6 faktorial vurulsun 7 vur 7, 7 vur 8 kimi yaza bilərəm. 6 faktorial da aşağıdadır. Bu da 2 faktorialdır. 6 faktoriallar ixtisar gedir. 2 faktorial 1 vur 2 deməkdir. 2 ilə 8 ixtisar getdi. Qaldı neçə? 7 vur 4 oldu 28. Qiymətimiz neçə oldu? D variantı. Sonra dördüncü suala baxaq. Dördüncü sualda biz bir üçbucaq çəkməliyik. İki tərəfin verib, üçüncü tərəfini tapmalıyıq ki, biz bunun perimetrini tapaq. Neçə olacaq? A, B, C. 8.
olsun 5, bu da 60 dərəcə. Uşaqlar, normalda dərəcəni verməsəydi, biz uyğun olaraq bilirik ki, üçbucağın 3-cü tərəfin tapılması necə idi? O qayda ilə də. Amma burada bucaq verib, demək ki, bizdən avtomatik nə istəyir? Kosinuslar teoremi ilə tapmağımızı istəyir. Onu tapaq da. X kvadratı bərabər 8-in kvadratı üstə gəl 5-in kvadratı çıxılsın. 2 vur 8 vur 5. Kosinus 60. Kosinus 60 bizə elə 2 ilə 1-i verir. 2-lər ixtisar getdi. 64 üstə gəl 25 çıxılsın neçə? 40. O da neçə oldu? 49. X kvadratım 49'dursa x'in də olacaq 7. Aydındır mı? Aydındır. P nəyə bərabərdir? 7 üstə gəl 8 üstə gəl 5 bərabərdir 20. Perimetrim olacaq 20. A variantı. Gəlirəm 5-ci suala. 5-ci sualdakı çox rahatdır. A-nın hansı qiymətindədir? Bu tənliyinin kökü 2 olar. Birincisi yazın. 4 üstü 3x üstə gəl 2a bərabərdir 32. Belə, bu tənliyinin kökü 2 olar deyəndə bu x-imiz 2 olar demək istəyir. Onunla 4 üstü 3'ü 2'yə vuranda 6 üstə gəl 2a bərabərdir 32. Mən əsasları eyni olan kimi yazmaq istəyirəm. Yəni 4'ü yazıram 2 üstü 2. Yəni 2 də buna vurulur. Bərabərdir 32'ni yazıram 2 üstü 5. Aydındır mı? Əsaslar eynidir, eynidir. Onda qüvvətlər də eyni olmalıdır. 2 vur 6 12 üstə gəl 2 vur 4a oldu. 2 vur 2a oldu 4a bərabərdir 5. 12 bərabər 4a bərabərdir neçə? 9. 4a 7. Daha doğrusu mənfi 7. 9 nə idi? Mənfi 7. Mənfi 7'ni də 4'ə böləndə düşür 1,75. Yəni mənfi 1,75. Hansı variantdır? B variantıdır. Sonra gəlirəm 5-ci sual. 5-ci sualı həll etdim. Artıq 6-cı suala gəlirəm. Bir düzbucaqlı çəkdim. Adlandıraq. Və bizdə nə deyir? Deyir ki, AD 8'dir. Yazdı. Bura 8'sə onda BC də 8'dir. Çox gözəl. DY'miz nə qədərdir? 17'dir. 17'dir. Və məndən deyir ki, üçbucağı tap. Yaxşı. İndi bir sözü sual verim sizə. Baxın, bu üçbucaq istəyir. Mən bu üçbucağı tapmaq üçün mən bunun üçbucağın oturacağını tapmalıyım. Düzdür, sahəsini tapmaq üçün. Çox gözəl. İndi bu üçbucağa baxın. Düzbucaq üçbucaqdır. Hipotenuz 17 verib, 8 digər katetini verib. Onda 5 də digər kateti olmuş. O 15. 5 nə idi? 15 də digər kateti olmuş olacaq. Sonra bura 15'dirsə, mən onda belə bir şey edə bilərəm də. Bizdə deyir ki, C tən böləndir, düzdür? C. Yəni C'yi tən böləndirsə, onda bura 45, bura 45. Niyə görə? Çünki 90 dərəcədə bucağı idi, yarısı olacaq 45-45. Bura 45 isə, bura da 45'dir. 45-45 yan demək ki, bərabər yanlıdır. Bərabər yanlı olduğuna görə bu 8 isə, onda burada 8 olur. Belə, mən 15'in üstünə 23 15'in üstünə 8 gələndə neçə tapmış oluram? 23, düzdür? Onda bunun uzunluğu 23 oldu. Bir dənə hündürlük çəkim. 15, burada 8 oldu. Belə. Onda hündürlüyün özü də 8'ə bərabərdir. Mən onda həmin göy rəngdə olmuş üçbucağı, hansı üçbucaqdır bu? C, Y, D üçbucağının sahəsini tapa bilərəm. 23 vurulsun 8 bölünsün 2. 23 vurulsun 4 neçə olacaq? 92. C variantı. Məncə rahatdır. 7-ci sualın izahına baxaq. 7-ci sualda demək istəyir ki, x1 verib, x2'ni verib və bu bilirik ki, çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdə Q nəyə bərabərdir? Özü x1 vurulsun x2'yə bərabərdir. Köklərin hasili bizə Q-nü verir. Q-nü tapın deyirsə, onda sənə köklərin veribsə, onda bir zəhmət köklərin hasilini də tapmalıyıq. Yəni bir-birinə vuraq. 7 vur sinus pi bölünsün 12 vur
4 vur sinus 5 pi bölünsün 12. Tamam, çox gözəl. 7 vur 4 28'e də yazdım. Sinus pi bölünsün 12 mənə neçə verir? Sinus 15'i verir, düzdür? Sinus 5 pi böl 12 75'i verir. Mən sinus 75'i bilirsiniz necə yaza bilərəm? Sinus 90 çıxılsın 15 kimi yaza bilərəm. O da mənə verir nə? Kosinus 15'i. Çox gözəl. Niyə kosinus 15'e gətirdim? Demək istəyəcəm sizə. Bizim bir dənə düsturumuz var idi. Yadınızdadırsa. Sinus 2 alfanın düsturu. Sinus 2 alfa bizə nəyi verir? 2 sinus alfa, kosinus alfa. Tamam, bu düstura gətirmək istəyirəm. Bunu necə gətirəcəm? 2 vurulsun, belə deyil, 14 vurulsun 2-ni bu tərəfdə yazıram ki, ifadə eləyə biləsiniz. Görə biləsiniz. Sinus 15, kosinus 15. Yəni mənə nə verir? 14 vurulsun sinus 2 alfa. Sinusum nədir? Alfam nədir burada? 15, 2'ye vuranda oldu 30. 14'ü də sinus 32'də 1'dir. Vuranda 2'də 1'i oldu, cavab 7. Yəni Y variantı. Sonra gəldim 8-ci suala. İctimai təşkilatın rəhbərliyini seçkilərdə Ayla səslərin 35%-ni, Leyla isə qalan səsləri qazandı. Demək ki, bu seçkilərdə ümumi səslər X-dir deyək. Aydındır? Və Ayla səslərin 35%-ni dedim. Onda Ayla 35%-ində isə mən bunu ədədə çevirməliyim. O da 0,35x. Ümumi səslərin 35% olacaq 0,35x. Leyla isə 0. Qalan səsləri 100-dən 35'i çıxanda neçə qalır? 100-dən 35'i çıxanda qalır 65. Bu da 0,65x oldu da faiz olaraq. Və sizə deyir ki, Leyla Ayla'dan 90 səs çox toplanmışsa. Onda belə eləyək də, Leyla'nın səslərinin üzərinə 90 gələndə yox. Leyla'nın səsləri bərabərdir Ayla'nın səslərinin üzərinə 90 gələndə Leyla'nın səslərinin cəmini alıram. Düzdür? Onda hesablayaq da 0,30x bərabərdir neçə? 90. O da x də bərabərdir 300. 300 səsdir. Ümumi olaraq neçə səsdir? Neçə nəfər iştirak edib? Hər nəfər bir səs olduğuna görə 300. 9-cu sual. Nural və Elqamın yaşları cəmi 28. Elqam və Coşqunun 32. Coşqun və Nuralın isə yaşlarının cəmi 24 isə Elqamın neçə yaşı var? Belə eləyək də onda. Nural x olsun, Elqam y olsun, Coşqun isə z olsun. Düzdür? Tamam. X üstə gəl y 28'dir. Y üstə gəl z 32'dir. Z üstə gəl x isə 24'dür. Sistem tənli kimi hesablayaq. Bu iki dənəsinin alt-alta çıxanda olacaq x çıxılsın z bərabərdir -4. Altındakı ifadəni yazdım onda. X üstə gəl z bərabərdir 24. Z'də toplayanda alt-alta 2x z'lər gedir. Toplayanda oldu 20. X'də oldu 10. X nədir? Nuralın yaşıdır. Düzdür? Nuralın yaşı əgər 10'dursa, y Elmardır. Elqamın yaşı cəmi 28 olsa onda Elqam olacaq 18. Hansı variantdır? B variantıdır. 10-cu suala keçək. 10-cu sualda rahatdır. İstəyirəm elə bunun üzərindən izah edim ki, tam başa düşək. Sahələri cəmi 75 pi'dir. Aydındır. Onda bir dənə kvadrat neydi? Dairənin sahəsi pi'dir də, düzdür? Pi kvadratıdır. 3 dənəsi 75'dirsə onda biri olacaq 25 pi olacaq. Düzdür? 25 pi olacaq. Onda 25 pi'dirsə, pi'lər ixtisar gedəcək, r olacaq 5. Çünki 5'in kvadratı 25'dir. R radiusdur, düzdür? Baxaq. R'dir də R. 5. Bir də belə də var axı diametr. 5. Onda mən bunun tərəflərinin uzunluğunu tapa bilərəm də. Ümumi uzunluq bura nə qədərdirsə, onda bura bu qədərdir. Bu da o qədərdir. 3 dənə 10 olacaq bura 30, bura 30. 2 dənə 5 olacaq 10. Düzdür? Məndən nə istəyir? Perimetr istəyir. 30 üstə gəl 30 üstə gəl 10 üstə gəl 10. Cavab oldu 80 santimetr. Aydındır mı? Yəni C variantı.
10-cu sual keçdik 11-ci suala. 11-ci sualda nə demək istəyir? Deyir 55 üstü A üstə 3 ədədinin natural bölünlərinin sayını tapın. Birinci natural bölünlərinin sayı necə idi? Məsələn, A üstü 2 üstü n vurulsun 3 üstü m vurulsun neçə? 5 üstü k-dırsa, natural bölünlərinin sayı necə tapırdıq? N plus 1, m plus 1, k plus 1. Unutmayın, buraxılışda düşəcək. Ola bilər, çox düşmə ehtimalı olan suallardan biridir. Bunları bir-birinə vurub mən natural bölünlərinin sayını tapırdım. Yəni ki, mən bunu elə vuruqlara ayırmalıyım da bunu. Bu necə eləyə bilərəm? 5 vurulsun 11 kimi yaza bilərəm 55-i, bəli. Üstü də A üstə gəl 3. Yəni, hasilin üstü qüvvət elə həmin vuruqların hər birini qüvvəti yüksətmək deməkdir. 5 üstü A üstə gəl 3 vurulsun 11 üstü A üstə gəl 3 olacaq. Bu belə. İndi biz nə edəcəyik? Qüvvət kimi yazdım mı bunu? Qüvvət kimi yazandan sonra bunların üzərinə bir gəlib də mənə nə deyir? Natural bölünlərinin sayı 100-dür. Baxaq. Onda ədədin özü nədir? A üstə gəl 3-dür. Üstünə 1 gəlməliyəm. Bax, yəni bunu demək istəyirəm ki, bu qüvvətdir. Ona görə yaşılla yazdım ki, görəsiz. Bərabərdir 100. Tamam. Bu neçə oldu? A üstə gəl 4. A üstə gəl 4-dən 2 dənədir. Vuranda bir-birini kvadrat oldu. Onda belə çıxır ki, A üstə gəl 4-ün özü 10-a bərabərdir, A-dır bərabərdir 6-ya. Nə deyir? A-nın natural bölünlərinin sayını tapdım. A ədədi özünü tapdım. Nədir? A özü 6-dırsa. Vuruqları ayıranda 2 vur 3 deməkdir. Qüvvətləri isə 1-dir. Onda natural bölünlərinin sayını tapanda 1-in üstünə 1 gəldim, 1-in üstünə 1 gəldim. Oldu neçə? Elə 4. Hansı variantdır? Y variantıdır. Gəlirəm neçə? 12-yə. Loqaritmik ifadədir. Y bərabərdir. Loqaritma kəsasdan. Mənfi x üstə gəl 14. İndi nəyə diqqət etməyinizi istəyirəm? Y üstü mənfi x üstə gəl y üstü x nədir? Bu nə deməkdir? Yəni ədədin tərsi ilə ədədin özünün cəmi bizə nəyi verməlidir? Koşi teoremidir də bu. Koşi. Koşiyə görə 2-yə bərabər və 2-dən böyük olmalıdır. Demək ki, mən bunu 2-yə bərabər eləsəm, onda y bərabərdir. 2 üstə gəl 14 olacaq. Düzdürmü? Düzdür. Onu da bərabər eləsəm, 2 üstə gəl 14 olacaq 16. 16 necə yaza bilərəm? 2 üstü 4 kimi yaza bilərəm. 4 gəlir qarşıya. Olacaq 4. Bunun da cavabı 1 olduğuna görə 4 vurulsun 1 elə 4'dür. Hansı variantdır? A variantıdır. Gəlirəm 13-cü sual. Kompleks ədədlərdən düşüb. Yəqin ki, çox rahat halda görürsünüz. Problem deyil. Amma yenə də suallarınızı hər zaman verin. Başa düşmədiyiniz yer varsa. 6 çıxılsın 2. Ümumiyyətlə biz bilirik ki, bu nə deməkdir? A çıxılsın B olmalıdır da, düzdür. Tamam, mənə ifadə verib ki, kök altında o 10 vurulsun modulda z. Modulda z-in belə deyək də qiyməti nə idi? Necə tapırdıq onu? A kvadrat üstə gəl B kvadratını tapırdıq. A-nın qiyməti 6-dır, B-nin qiyməti 2-dir də. Aparaq qoyaq yerinə yazaq. Neçə olacaq onda? 36 üstə gəl 4. Kök altında 40, düzdür? İndi bunu tapdım ki, kök altında 40'dırsa, bunun cavabı. Onda kök altında 10 vurulsun, kök altında 40. O da kök altında 400 oldu. 400'dən çıxır neçə? 20. D variantı. 13-cü sual, 14-cü suala baxaq. Deyir ki, hədləri müsbət olan ədədi silsilədə A1, A2, A3, 12-dirsə, A2-nin kvadratı üstə gəl A5-in kvadratı bərabər 185 olarsa silsilə fərqini tapın. Silsilə fərqi burada D-dir də. Baxaq. A1 üstə gəl, A2 üstə gəl, A3 bərabər də 12-dir, düzdür? A2 kvadratı üstə gəl A5-in kvadratı bərabər də 185. Okey, tamam, çox gözəl. Başlayayım. Bunun əgər 12-dirsə, bunu sileyim, sonra yazarım. 12-dirsə, mən də bunun A1 üstə gəl, A1 üstə gəl D yaza bilərəmmi? A2-ni yaza bilərəm. A3-ü də A1 üstə gəl 2D yaza bilərəm. O da oldu 12.
Oldu 3A1 üstə gəl 3D bərabərdir 12. 3'ü çıxarıram xaricə və bölürəm hər tərəfi. Olacaq A1 hər tərəfi 3'ə böləndə A1 üstə gəl D olacaq neçə? 4. Yəni A1'in üstünə D gələndə də eyni zamanda mən bunu A2 almış oluram. Bunda A2 də oldu 4. Çox gözəl tapdım. Sonra burada bir də A1 özü nəyə bərabər olur? A1 özü bərabər olur 4 çıxılsın D'yə. Bu iki dənə ifadəni yadımızda burada saxlayırıq. Gəlirik sonra burada mənə elə belə istəmir ki, burada deyir ki, A2'nin kvadratı üstə gəl A5'in kvadratı 185. A2'nin kvadratını A2 neçədir burada? A2 özü nəyə bərabərdir? A1 üstə gəl D'yə bərabərdir, düzdür? Onda kvadratını tapa bilərikmi biz? Və yaxud da elə yazaq da A1, A2 burada 4-dürsə 4 üstə gəl. A5 bərabərdir 185. A5 xətkeş hardadır? Mənim əlim harda deyildi? A5 özü A1 üstə gəl 4 D deməkdir. İndi onu açacaq. A2'nin qiyməti 4 idi. Kvadrat 16. 185. A5'in kvadratı nədir? A1 üstə gəl 4D'nin kvadratı kimi yaza bilərəm. 185 4 çıxanda 100 neçə oldu? 104 nədir? 16. Çaşdım. Üzürlü sayın. 4'ün kvadratı 16 olur. 169. 169 13'ün kvadratıdır, düzdür? Bu da belə. A1'in özünü yaza bilərəm mən. A1'in özünü. Dört çıxılsın D kimi yaza bilərəm. Bu da 4D qalsın da. 4 çıxılsın D kimi yaza bilərəm. Burada ifadə yazmışdım axı. Üstə gəl 4D kvadratı bərabərdir neçə? 4 üstə gəl 3D'nin kvadratı bərabərdir 169. O da 13'ün kvadratıdır da. 4 üstə gəl 3D bərabərdir 13. 3D'nin özü nəyə bərabərdir? 9'a D də bərabərdir 3. Fərqi neçədir? Sizlə fərqi, yəni D oldu 3. Sonra gəlirəm 15-ci suala. 15-ci sualda fx verib 2x kubu çıx 12x kvadratı üstə gəl 24x üstə gəl 17. Uşaqlar hər zaman törəmə düşür ha. Unutmayın, törəməyi yaxşı bilmirsinizsə gedin törəmə öyrənməyə baxın. Bizdən nə istəyir? Törəməsinin sıfıra bərabər olmasını istəyir. Çox gözəl. Törəməsini tapaq. Törəməsi nədir? Bunun törəməsi neyini tapanda nə edirik? 3'ü keçirik qarşıya. Oldu 6x. Üstündən 1 çıxıram. Oldu 2. Çıxılsın. 12x kvadratı necə olacaq? 12x. 24x'in törəməsi olacaq 24. 17 də sabitdir. Törəmə olacaq 0. O da 0'a bərabər elədik. 6, 12, 24. Yox, burada 2 qarşıya keçir 24 yazılır. Olacaq 24x. Hər tərəfi 6'ya böləndə x kvadrat çıx. Neçə? 4x üstə gəl 4 bərabərdə 0 yazdım. Düzdür? Bu da mənə 2 çıx, x çıx 2'nin kvadratını verir. X çıx 2 öləsi 0'a bərabərsə x də bərabərdir 2. Aydındır, hansı qiymətində? Həll edin deyir. Həll edəndə x tapdım 2. 16. 16'da nə deyir bizə? 16 deyir ki, tam səthinin sahəsi 150 kvadrat santimetr olan kub. Kubun 6 dənə üzü var. 6 dənə üzü var, demək ki 6 dənə A kvadratı var. Yəni çünki bütün tərəflər bərabərdir. Və onun bir dənə üzü sahəsi A kvadratıdır. 6 dənə üzü varsa olacaq 6A kvadratı, düzdür? Onda S tam olacaq 6A kvadratı. O da 150'yə bərabərdir axı. A kvadratı özü nəyə bərabərdir? 150'yə 6'ya böləndə düşür neçə? 25. Onda A'nın özü, yəni tərəfin özü 5'ə bərabərdir. Mən tərəfi tapıramsa, kub nədir? Kubun belə deyək də, hündürlüyü var, eni var, uzunluğu var. Mən bundan istifadə edirək, həcmini tapa bilərəm. O da A kubudur. 5'in kubudu oldu 25. Bizə nə deyir? Həmin kubun həcmini tapdım. Sonra 17-ci sualı ilə bunun üzərində işləyəcəm. YC-ni bizə verib 10. FY-ni tapıb 3. AF-i tapıb. AF burada 4'dür.
BC-ni istəyir. Əslində burada Pifaqorla tapa bilərəm ki, bu 5-dir və məndən BC-ni istəyir. BC-ni də hansı enlikdən tapa bilərəm? 3 bölünsün x bərabərdir 5 bölünsün 15. Yəni bunların cəmi olacaq 15. Onda x sözü nədir? 3 vur 5 15 45 bölü 5 oldu neçə? 9. X-i tap deyir, x də oldu. Yəni bu 9. 18. 18 də maraqlı suallardan biridir. On 8-də deyir ki, iti bucağı kör bucağından 2 dəfə böyükdür. Yəni bu alfadır, 2 dəfə kiçikdir. Bu da 2 alfadır. Bunu bildik. Ondan sonra A, B, C, D olaraq adlandırdım. Adlandırandan sonra nə baş verir? Normalda bura 60'dırsa bura olacaq 120'də, düzdür? Buradan bir B'ye bir hündürlük çəkilmişdir. Olacaq bura neçə? 90 dərəcə olacaq. Bura 90'dır, bura 60'dırsa, onda bax bu hissədə olacaq bizim nəyə? 30 dərəcəmiz, düzdür? İndi mənə nə deyir? AB 14'dür, çox gözəl. Bura 14'dürsə, onda burada uzunluğu ümumi DC də 14'dür. DY-miz nəyi verib bizə? DY-miz 3 verib, düzdür? DY-mizi 3 veribsə və paralelogramın perimetrini tapın. Onda baxaq, rahatdır. Bunu nəzərimizdən qaçırmışıq. Ümumilikdə 14 deyil. 3 buradırsa, onda 11 də burada. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Hipotenuz da 12'dir. 22 olur onda. 22, 22, 14, 14. Perimetr 2 vurulsun, 22 üstə gəl 14 olacaq. Cavab nə? 2 vurulsun 30 santim. Cavab oldu 72. 72 santimetr. 19-cu suala baxaq. Artıq az qalıb suallar. Fx, yəni x kvadratına. Yəni bu biz nə deməkdir? 1 də qoysan 1'in kvadratı 2. 1'in kvadratı 1. 4 qoyanda 4'ün kvadratı 16. Bax bu deməkdir. İndi bizə bir dənə ifadə verib. Belə bunun üzərində qeyd edim, rahatdır. 1'in kvadratı 1'dir. Yox, belə yazım, burada yazım. Yəni aparıb yerinə burada 1 qoyanda 1 alırıq da bunun cavabın. 3 bölünsün 1, 2 qoyanda 4 alıram. Üstə gəl 5 bölünsün. 2 qoyanda 4 alıram. Vurulsun 3 qoyanda 9 alıram. Üstə gəl 7, 3 qoyanda 9 alıram. 4 qoyanda 16 alıram. Üstə gəl 9 bölünsün. 4 qoyanda 16 alıram. 5 qoyanda 25 alıram. Düzdür? İndi mən bunu necə yaza bilərəm? Yaza bilərəm ki 1'də 1 çıxılsın, 4'də 1. Üstə gəl, 4'də 1 çıxılsın, 9'da 1. Və yaxud da mən bunu sizə demişdim də, ən sondakı ya da 9'da 1 çıxılsın neçə? Yox, üstə gəlinsin. Mən harada səhv elədim? 4'də 1 çıxılsın, 9'da 1. Üstə gəl 9'da 1. Çıx 16'da 1. Üstə gəl 16'da 1. Çıx 25'də 1. Aydındır. Hansılar ixtisar gedir? Bunlar ixtisar gedir. Qalır neçə? 25'də 1 ilə 1'də 1. O da yəni 1'də 1'dən 25'də 1 çıxanda neçə oldu? 25'də 24. Şu cavab budur. Sadəcə bunu şeylə verib də sizə, funksiya ilə verib. Normalda bildiyiniz aydınlıq kəsirlərdə olan çalışmadır. Sadəcə funksiya ilə qiymətini verib. Rahatdır. 20-ci suala baxaq. Müstəvi üzərində olmayan nöqtədən bu müstəviyə uzunluqları 17 cm və 10 cm olan 2 mayl çəkilmişdir. İkinci maylin proyeksiyası 6 cm olarsa, birinci maylin proyeksiyasının uzunluğunu tapın. Birinci belə bir müstəvi çəkək. Belə bir müstəvi çəkdik. Sonra uzunluqları 17 cm, 10 cm olan 2 dənə mayl çəkirik. Buradan bir dənə nöqtə, bunu yaşıl rəngdə edeyim ki, mailləri görək. 17, bu da oldu 10. Düzdür? İkinci mailin proyeksiyası 6 cm. İkinci mail. İkinci mail 6'da düzdür. Bunun proyeksiyası demək istəyir ki, baxın. Bunu belə
Baxın, bu hissə var ha. Bu hissə bunun proyeksiyası. Bu da 6 santimetrdir. Birinci mailin proyeksiyasını, yəni bunu tapın. Məndən bunu istəyir ki, məndən bunu istəyir ki, bunu tapın. Aydındır. Bu necə olacaq? 10 burada hipotenuz gedir. Bu 6 katet gedir. 10'un kvadratına 6'ın kvadratını çıxanda qalır burada neçə? 8'in kvadratı. Bu 8'dir. 17'in kvadratına 8'in kvadratını çıxanda qalır neçə? 15'in kvadratı. Yəni bu hissə olacaq 15. Düşün, bunu tapdı. Rahatdır. Adi bir Pifagordur. Heç nə deyil. Ondan sonra gəlir 21-ci suala. 21-ci sualda nə deyir? Düzbucaqlı üçbucaqdır. Tamam, çəkirəm. Fərqli rənglərlə yazmağıma baxmayın. Siz odur. Fərqli göstərməyin səbəbi anlayasınız ki, nə hardan gəldi. A, B və C. Deyir ki, C düzbucaq təpəsindən çəkilmiş, uzunluğu 12 cm olan 12 cm olan hündürlüyü hipotenuzu 4'də 1 nisbətində bölür. Yəni bura K'dırsa bura 4K'dır. Şəkildə düzgün göstərə bilmədim, amma vaxtımız getməsin. K 4K yazdım. Düzdür? ABC üçbucağın sahəsini tapın. Tamam. Bizim bir dənə hündürlüklə olan bir şeyimiz var idi. Demək ki, düsturumuz hündürlüyün kvadratı bərabərdir n vurulsun n. Yəni bu hissələri. Hündürlüyümüz oldu 12K. 12'nin de kvadratı 144K değil. Elə 12 özüdür. 4K vurulsun K. 144 bərabərdir. 4K kvadratı. K kvadratım oldu 36. 144'ü 4'e böldüm. K'nı tapdım 6. Çok güzel. Əla tapdım bu 21'in. Cevabını ise K'nı tapdım 6. K'nı 6 tapandan sonra sahəsini tapmaq istəyirəm. Sahə necə tapırdıq? Ümumi uzunluq. Bura 6'dırsa, bu 24'dür, burada 6'dır. Toplayanda ümumi olacaq neçə? 30. 30 vurulsun. Hündürlük bölünsün 2. Yəni 32'ye 12'ye vurub 2'ye bölürük. 2 ilə 12 ixtisar gedir 6. 30'da 6'ya vuranda oldu 180. Sahəsi oldu 180. Kvadrat santimetr. 22. 22'de nə deyir? Deyir ki, fx bərabərdir 4 üstü 1 çıxılsın 2 sinus 3x funksiyasının qiymətlər çoxluğuna daxil olan ən böyük və ən kiçik qiymətini tapın. Bilirik ki, sinus ümumiyyətlə -1 və 1 aralığın qiymətlərini ala bilir. Düzdür? Yəni aparıb 1'i qoyaq. Ən kiçik, ən böyük qiymətini tap demir. Şurada aparıb 1'i qoyanda bunun qiymətinə baxın. Bax bura. 1'i qoyum da. Olacaq 4 üstü 1 çıx 2 bərabərdir 4'də 1. Bir də -1 qoyum. 1 üstə gel 2 bərabərdir 4 üstü 3. O da oldu neçə? 64. Hasilini tapın demir. 4'də 1 də vurdum 64'də oldu 16. Все, rahat. 23-cü sual. Oturacaqları 12 və 20 cm olan bərabəryanlı trapesiyanın sahəsi 48 kvadrat santimetr olarsa onun perimetrini tapın. Yenə bir trapesiya çəkirəm. Trapesiyada ümumiyyətlə adlandıraq A, B, C, D. Oturacaqları nə qədərdir? 12. Bu da 20'dir. Belə çəkək. Burada oldu 12. 20 olması için burada 4, burada 4 olsun ki belə deyək də 8, 12 üstə 8 gəlində toplanıb 20 olsun. Aynındır. Belə eləyə bilərəm. Sonra sahəni verib mənə. Sahə 48'dir. Perimetr istəyir. Yəni mənə lazımdır nə? Yan tərəfini tapmaq. Aydındır. Bu yan tərəfini necə tapa bilərəm? Birinci sahənin düsturuna görə S bərabərdir. S bərabərdir. Belə bir düz xətlərin özünü çəkim. Qırıq-qırıq. Bu olsun. K, bu olsun T. Düzdür. Bu uzunluq olsun X. Sahə olacaq X vurulsun
Bu 12-nin 4-ə vuranda oldu 16, düzdür? Mən buradan bunu tapa bilərəm də. Düzbucaqlı, üçbucaqlı, düzbucaqlı trapeziyada ümumiyyətlə sahə necə tapılırdı? Ona görə. X vurulsun 16 bərabərdir 48. Onda x sözü nəyə bərabərdir? 3-ə. Bu 3-dürsə, 4, 3, bu olacaq onda 5-də hipotenuz rolunu oynayırdı. Tamam, toplayım da perimetr nədir? 12 üstəgəl 20 üstəgəl 5, 5, 10. Cavab neçə oldu? 42 santimetr. 24-cü sual. Sinifdə 38 şagird var. Təsadüfən seçilmiş şagirdin rəqsə gedən oğlan olması hadisəsində ehtimalını tapın. Bir dənə də ehtimal sualı mütləq ki düşəcək buraxılışa. Tamam, necə? Birinci biz ümumi şeyləri tapmalıyıq. Ehtimalların sayı. Toplayaq da bunların hamısını bir-birinə. 3K üstəgəl 8 üstəgəl 10K 10 üstəgəl K. Toplayanda nə olur? 3K üstəgəl K üstəgəl 8 üstəgəl 10 bərabərdir. Ümumi neçədən şagird var? 30 dənə. 4K bərabərdə olacaq 12. 30-dan 18 çıxandı. 12. K da bərabərdir 3. Əla. 3 vurdum. Bura 9. 9. Oldu 3. Bildim ki, şahmata neçə nəfər qız gedir? Rəqsədə neçə nəfər oğlan gedir? Bunları bildik. Sonra. Təsadüfən seçilmiş 2 dənə şagirddən söhbət getmir. Onda mən bunu kombinezonla hərəkət edə bilərəm də. Tapıb ümumi şeyləri tapa bilərəm. Ümumi neçə dənə gedir? Birinci ümumi halların sayını tapım. Sonra əlverişli halların sayını tapım. Sonra ümumidən əlverişlini seçməliyəm də. Həll etməliyəm. Baxaq. 32. 2 dənə şagird seçilməyib 30-dan. Ona görə yazıram. 30 faktorial bölünsün 2 faktorial. 30-dan 2 çıxanda 28 faktorial. Düzdür? 30 faktorial bölünsün 28 faktorial yazdım. 30 faktorialı necə yazım? Bir də niyə yazdım? Elə silim bunu buradan. 30 faktorialı yazıram. 28 faktorial vur 29 vur 30. 28 faktorial vurulsun 2 faktorial. Düzdür? 28'lər ixtisar gedir. 2 ilə 15, 30 ixtisar gedir. Olur 29 vurulsun 15. 29 vurulsun 15 nədir? Ümumi halların sayıdır. Ümumidir. Sonra deyir ki, rəqsə gedən oğlanlar. Rəqsə neçə nəfər? 9'u getmir. Və bu 9'dan x-i əgər seçilərsə, C, yəni kombinezon 9 faktorial bölünsün 7 9'dan 2 çıxanda 7 faktorial olsun 2 faktorial 7 faktorial vur 8 vur 9'u ifadə edə bilərəm 7 faktorial vur 2 faktorial 7'lər ixtisar gedir 2 ilə 8 4 4 vur 9 neçə oldu 36 əlverişli halların sayı ifşu. Sonra mən nə etməliyəm? Əlverişli halların sayını bölməliyəm ümumi halların sayına. 36 bölünsün 29 vurulsun 15'ə. Düzdür? Hər tərəf 3'ə bölündə qaldı. Burada 5, burada qaldı 12. Düzdür? Onda belə çıxır ki 29 vur 5 neçə oldu? 145 oldu da. 145 burada da oldu neçə? 12. Belə yazmaq olar. Sonra 25. 25'te bizə nə verir? 25'te deyir ki, əslində bu koordinat oxu çəkməliyəm mən buna uyğun.
koordinat oxu. Birinci deyir ki, A nöqtəsidir. Bu təpə nöqtələri A nöqtəsi, B nöqtəsi və C nöqtəsi verib. Və X burada göy X-i göstərir, Y narıncı isə Y-i göstərir. Onda belə çıxır ki, biz buradan koordinat oxunda bu qiymətləri aparıb yerinə qoymalıyıq və o üçbucağı almalıyıq orada. Və o üçbucağın tərəflərinin uzunluğunu tapıb xaricinə çevrə çəkirik, daxilinə çevrə çəkirik və bu radiusların cəmini tapırıq. Necə edək yolda? Birinci A nöqtəsi. A nöqtəsi hara gəlib kesişir? Deyir ki, A nöqtəsinin X-i 3-dürsə, Y-i də 3-dür. Onda belə neydi? 1, 2, 3. 1, 2, burada olsun 3. X 3'dür, Y də 3'dür. A nöqtəsi oldu burada. B nöqtəsində nə deyir? B nöqtəsinin X 3'dür, o birisi də 11. Düşünün ki, bu da gəlib 11-də seyrir. İndi koordinat oxunu elə çəkmişəm ki, bərabər olmaya bilər. Düşünün ki, bura 11-dir. B nöqtəsidir. Və C nöqtəsinin isə yenə C nöqtəsinin X-i neçədir? 9-dur. Düşünün, bura kimi gəlmişəm. X-i də 9-dur. Y-i isə 3-dür. Все, əla. İndi gələk bunu birləşdirək. 3-dən 11 çıxanda bura oldu 8, 9-dan 3 çıxanda bura oldu 6. Fəqorla tapa bilərəm, burada 10. İndi bu üçbucağı gətirirəm, xaricə çəkirəm. Xaricə, kənarda çəkirəm. 8, 6, 10. Bunun birinci xaricinə çevrə çəkirəm. Xaricinə çevrə çəkəndə bilirsiniz ki, bunun radiusu elə hipotenuzun yarısına bərabərdir. Aydındır. Hipotenuzun yarısı da 5-dir. Daxilinə çevrə çəkməyin düsturu ayrıdır. Həmin uzunluqları 8, 6, 10-dursaq, daxilinə çevrə çəkirəm. Daxilinə çəkdiyim çevrəni necə tapacağım? Kiçik R bərabərdir. Tərəflərinin cəmin belə deyək də 8-in üstünə 6 gəlirəm. Çıxıram ondan hipotenuzu, bölürəm onu 2-yə. Cavab olacaq 8-in üstünə 6 gələndə 14, çıx 14 bölü 2 olacaq cavab 2. Bunların hasilini tapın. Hasilini yox, cəmini tapın deyir. Böyük R üstə kiçik R. 5'in üstüne 2 gelirsin olur 7. Все. Yani 2021-ci il, məncə bundan başqa yoxdur suallar, bitdi. 2021-ci il 14 martda keçirilən sınağın tam izahını sizə verdim. Bu qədər. Sağ olun.